əzim, keçən dəfə, bir açıqlamamda müqəddəs Məryamlardan danışmışdım. İndi Mat-Terezalardan danışıram. Özlərini elə aparırlar ki, bunlar güya Mat-Terezadılar. Əl açıq, səxavətli, gözünün ucunu belə heç kimlə göstərməyən. Ay Mat-Terezalar. Əlbisənizin yubqasının arxasını yerinə etmişsiniz. Qabaqdan belə, qarşıdan da qaldırıb qoymuşsunuz yuxarı. Dizləriniz, o qoca dizləriniz, büzüşmüş dizləriniz görünür. O eybəcər ayaqlarınız görünür. Özünüzdən də hündür belə hündür deyərdim də, tabanı hündür. Dik taban, yəni dik dayanan bir tabanlı ayaqqabı da geyinirsiniz, çəkmə də geyinirsiniz. Göz sizə yaraşır. Azından o yubqanızın, nə bilim, əlbisənizin qabağını aşağı salın. Ay Mat-Terezalar. Keçib sizin dövranınız keçib. Siz o vəziyyətdə deyilsiniz axı. Mən bilmirəm, bu cavanlara nə deyim. Sonra mənə yazırlar ki, Sara xanım, filan kəsi görmürsünüz, 60'ı keçib yaşı, 65'i keçib, nə bilim, nə qədər yaşları var. Deyir, onlardan danışın da, onları bizə nümunə göstərin də, göstərə bilmirsiniz. Deyir, siz bizimlə deyir, belə vuruşursunuz, çarpışırsınız, mübahisə edirsiniz. Deyir, bir arada onlara, ona görə deyirəm, Mat-Terezalar. Ay Mat-Terezalar, yubqalarınızın, koftalarınız, əlbisələrinizin o qabağı var, qarşısı var. Onları biraz yox, çox aşağı edin. Büyüşmüş dizləriniz görünür. Ay Mat-Terezalar.